Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Xırdalandayıq, Xırdalan kəndində. Belə bir şəxsi tikili həyət evimiz çıxıb satışa. Belə bir həyəti var, 2 maşınlıq həyəti var, 4 sot torpaq sahəsində tikilibdir. Bu torpaq gül əkilən yeri biz nəzərdə tutulub baseyn üçün, betonlanmış yerdə də bizetka üçün nəzərdə tutulmuş ərazidir. Amma siz istəsəz, indi alandan gedir söhbət. Burada da bir dənə ev tikə bilərsiniz. Rahat 1 sota yaxın torpaqdır. 2 maşınlıq həyəti var. Küçəsi də belə bir küçəsi var. Rahat maşında saxlama olur küçədə. Keçək indi həyətin arxasında da siz tanış edeyim. Görürsünüz, yəni ki, bir dənə qonşunun o pilləkana düşən pəncərəsidir, o da matıvıdır. Yəni ki, həyətə də heç bir pəncərə baxmır, eləmir. Evin arxasında da 1 sota yaxın torpaq sahəsi var. Orada bağ kimi istifadə edirik. Gülü, çiçəyi, yəni ki, mövsümə uyğun meyvə ağacları da var. Gilasıdır, vişnəsidir, ənciri var, heyvası var, alması, alçası. İndi alma çıxmayıb, amma alçanı yemişik, vişnələr də görürsünüz, yəni ki, göz qabağındadır. Arxada əldamı da var, onu da göstərəcəm, təqdim edəcəm. Qiymət də 160 min manatdır, hörmətli izləyicilər. Tam mülkiyyətdir, paket kupcadır, sənədi paket kupcadır. Yəni torpağın da, evində sənədi var. Belə bir görürsünüz, arxada da bağ hissəsi var. Burada 1 sota yaxındır, daha 1 sotdan çoxdur arxa tərəfi. Evin özü də 100 kvadrat metrdir. Rovna 100 kvadratdır evin özü. Arxada da yeri var, evin böyründən də yeri var idi, gördünüz. Hörmətli izləyicilər, bu da dediyim əldamıdır. Gəlirsiniz, baxırsınız, kim alsa Allah xeyrin versin. Qiymət də ki 160 min manat, yəni son qiymətidir. Öz şəxsi həyət evimdir. Bir saylı məktəbədə piyada, belə deyək də, 10-12 dəqiqəlik məsafədə yerləşir. Keçək evin içi ilə sizi tanış edək. Burada elə torpağın sotu 35-40 mindir satışı, onu da qeyd edək. Biz isə opşi evi satırıq 160 minə. 160 minə evin də torpağın da kupçası var. Giriş hissəsini gördünüz. Girişdə 6 kvadratlı 2-nin 3-ədir. Elə bizim ayaq yolumuz da elə 2-nin 3-ədir. Bir yerdədir. Hamamı ayaq yolusu bir yerdədir. Görürsünüz. Yəni səliqəli, təzədən restavrasiya olunub, remont, aboyu dəyişilib, tok sistemi opşi dəyişilib, alt span vurulub. Damından başqa evə opşi, belə deyək də, noldan remont olunubdur. Bura qonaq otağıdır, 4-ün 5-ədir. Geniş qonaq otağı var. Cütdaşdır, hörmətli izləyicilər. Bu otaqların arası da cütdaşdır, ortadan gedən hissəsi. O indi şkafları zadı göstərəndə özünüz görəsiniz. Bura qonaq otağıdır. Keçək uşaq otağı ilə tanış edək. Uşaq otağı 4-ün 7-yədir. 4-ün 7-yədir uşaq otağı, yekədir. Burada rahatçılıqla pilləkən qoyub 2-ci mərtəbədə qaldırmaq olar. Yəni ki, ev moşin evdir. Divarda görürsünüz, uşaqlar üçün belə balaca bir şkafçik də yığılıb, polkalı. O şifaner gördüyünüz yerdən də rahatçılıqla 2-ci mərtəbəyə pilləkən qoyub qaldırmaq olar. Evin üstü də, damı da 3 hissədən ibarətdir. Çornu polu var, torpağı da tökülüb, altdan da alt spanla baylənçinə toxunubdur. Keçək, yataq otağı ilə də sizi tanış edək. Yataq otağı da 4-ün 4-dədir. Otaqları gördünüz, hamısı da, üçü də işıqlıdır. Yəni, öz həyətinə baxır. Evin, belə deyək də, həyətinə başqa qonşuların pəncərəsi də baxmır, onu da qeyd edək. Gözəl evdir. Gəlin, baxın. Kupcalıdır, ipotekaya da yararlıdır. Əsl həyət evidir də, belə deyək də. Güllü, çiçəkli, bağçalı, gördünüz. 2 dənə də maşın rahatçılıqla girir. Orada bir setka üçün yeri də var. Burada mətbəxdir. Mətbəx də genişdir. 4-ün 5-ədir. Mətbəxdə 4-ün 5-ədir. Opşi 100 kvadratdır ev kupçada. Gəlin, baxın, stroyni şkafları da gördünüz, dedim, divarın içinə yığılıb. Bir bu şkafımız yığılıb. Biri də girişdə sağdadır, onu da indi göstərəcəm sizə. Burada mətbəx möbilidir, hörmətli izləyicilər. Görürsünüz, bax, genişdir. Gözəldir, səliqəli evdir. Bax, üzbəüz gördüyünüz şkafda divara yığılıbdır. Orada cütdaşı idi, elə bir kəsilibdir, yığılıbdır. Torpaq qiymətinə ev satılır, belə deyək də. 35-40 min burada satışıdır. Siz isə 160 minə belə bir 3 otaqlı, 4 sotun içində həyət evini əldə edə bilərsiniz. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun inşallah. Axırda gördüyünüz nömrə ilə də əlaqə saxlayın. Sizin də satışlı evləriniz varsa hər zaman xidmətinizdəyik. Buyurun, zəng eləyin. Tez bir zamanda satışında köməkli eləyəcəyik.